Rəqsanə, hər vaxtın xeyir olsun. Salam Çinarə, hər vaxtınız xeyir olsun. Bəli, yəni son dövrlərin ən əsas problemlərindən biri də məhz elə xərçəng xəstəliyidir ki, son illərdə daha geniş yayılma sürəti ilə insanların belə deyək bəlasına çevrilib və təbii ki, son illərdə ən çox yayılan, yəni xərçəngin yayılan növlərindən biri də elə məhz ağciyər xərçəngidir. Bu da son illərdə yayılma sürəti 15% artıb və təbii ki, vəziyyət bir qədər ciddidir artıq və biz elə həkim qonağımla daha əvvəl yəni söhbət eləyəndə də o qeyd elədi ki, ümumiyyətlə bu xəstəliyə son dövrlərdə müraciət edənlər daha çox gecikmiş mərhələdə müraciət edirlər həkimə və təbii ki, bu da həll yollarını bir qədər gecikdirir. Daha təfərrüatlı informasiyanı elə yəni simptomlar nələrdir və necə qoruna bilərik? Daha təfərrüatlı informasiyanı uzman pulmonoloq Sona Hacıyevadan alacağıq. Xoş gördük Sona xanım. İnformasiyaları sizdən eşidək. Dediyiniz kimi gecikmiş mərhələdə müraciət edir insanlar. Bunun səbəbləri nələrdir və necə qoruna bilərik? Təfərrüatlar sizdən eşidək. Xoş gördük. Statistik olaraq qeyd edim ki, ağciyər xərçəngi bütün dünyada xərçənglər arasında ölüm səbəbləri olaraq birinci yerdə yer almaqdadır və bunun səbəbi təkcə siqaret deyil, digər tütün məhsulları da bura aiddir. Qəlyandır, elektron siqaretdir. Son zamanlarda təkcə kişilər arasında deyil, hətta qadınlar arasında və gənclər arasında da daha çox yaygın istifadə edilməkdədir. Və belə qeyd edə bilərəm ki, bu normalda məsəl üçün ağciyərin xərçəngi bizə gecikmiş dövrdə müraciət edir bu xəstələr. Çünki ağciyərdə ağrı reseptorları olmadığına görə xəstələrdə ilk başlanğıcda öskürək və bəlğəm şikayətləri olur ki, normal halda bütün siqaret çəkənlər bu öskürəyi, bəlğəmi siqaret çəkməyə bağlı dəyərləndirdiyi üçün həkimə müraciətdən qaçınırlar. Ancaq qeyd edim ki, ağciyər xərçənginin 70-80%-nin risk faktoru elə siqaret çəkən şəxslərdir ki, bu şəxslərdə daha çox görməkdəyik və son zamanlarda bütün dünyada ağciyər xərçəngi üçün skrining proqramları aparılır. Ağciyər xərçəngini erkən mərhələdə qeydə almaq üçün. Bu da düşük dozlu kompüter tomoqrafiya ilə skrining proqramlarıdır ki, bizdə, ölkəmizdə son zamanlarda yəni belə bir şikayəti olan xəstələrə artıq bu şəkildə ağciyər xərçənginin skrining proqramlarını tövsiyə edirik. Təşəkkür edirəm. Çox sağ olun informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Son dövrlərdə yayılma sürəti daha çox artan ağciyər xərçəngindən qorunma yollarını eşitdik. Eyni zamanda yəni bildik ki, başlıca səbəblərdən biri də eləməz siqaret tütün məhsullarını qəbul etməkdir və bu baxımdan da elə bu məhsullardan eyni zamanda onu çəkən şəxslərdən bir qədər uzaq durmaqda fayda var. Eyni zamanda yəni aylıq həkim yoxlanışına da mütləq şəkildə getmək zəruridir. Çünki elə gecikmiş mərhələdə gedəndə həll yolları da artıq sıfırlanmış olur və beləliklə daha çətin vəziyyətdə həyati təhlükə ilə üz-üzə qalmış oluruq və bu baxımdan da elə həkim məsləhəti və həkim yanına getmək, yoxlanışdan keçmək mütləq şəkildə zəruri hesab edilir. Çatdıra biləcəklərimiz bu qədərdir. Bu ciddi xəstəlikdən qorunmaq üçün də elə mütləq şəkildə qaydalara əməl etməkdə və daha çox məlumat araşdırmaqda fayda var. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm Rəqsanə məlumatları bizimlə bölüşdüyün üçün. Bəli, Rəqsanə artıq bu istiqamətdə informasiyaları diqqətinizə çatdırdı. İndi